Dünyada ən çox pul qazandıran top 5 sahə bunlardır. Silah alveri, narkotik alveri, insan alveri, təbii sərvətlər. Bütün bu sahələrin ortaq cəhəti nədir? Bunları eləmək sıradan insanlara qadağandır. Yəni, həyətindən neft çıxsa, onu zəng eləyib Viktor Orbana, Macaristana sata bilməzsən. Ən çox pul gətirən sahələr ya dövlət tərəfindən tənzimlənir, ya da ki, hegemon güclər tərəfindən idarə olunur. Məsələn, Fransa 1860-1940-cı illərdə Vyetnamda, Laosda narkotik monopoliyasını idarə eləyirdi. İldə 60 ton. Sülhsevər Norveç uzun illərdir ki, güllə satışı ilə məşğuldur. Norveçin bir ildə satdığı güllə ilə bütün insanlığı öldürmək olar. Nobel sülh mükafatının verildiyi ölkədir. Elə adlarını eşitdiyiniz Nobel qardaşları da silah istehsal eləyirdi və tüfənglər üçün ağac materialı dalıca 19-cu əsrdə gəlirlər Azərbaycana və yerində nefti görürlər və o sahəyə də girirlər. Ona görə bizim Nobel prospektimiz var. Hətta o qardaşlardan biri Alfred Nobel dinamiti ixtira edən adamdır. Qardaşların vəsiyyətinə görə dünyada Nobel sülh mükafatını məhz Norveç verir.